Mövzumuz təxminən 1 milyon vətəndaş 1996-cı ildə paylanmış, amma istifadə edə bilmədiyi vauçerlər, yəni çeklərlə bağlı mülkiyyət hüququnun tanınmasını tələb edir. Mövzu sosial şəbəkələrdə geniş müzakirə olunur hal-hazırda. Bəzi ekspertlər çeklərin rəqəmsal formada, blockchain əsaslı tokenlər kimi yenidən dövrəyə buraxılmasının mümkünlüyünü gündəmə gətirirlər. Bu yanaşma reallaşarsa həm vətəndaşların itkilərinin kompensasiyası, həm də kapital bazarlarının canlanması baxımından yeni mərhələ başlaya bilər. Milli Məclisin bəzi deputatları da vətəndaşların hüquqlarının tanınması təklifi ilə parlamentə çıxış ediblər. Bu təşəbbüs real görünürmü və vətəndaşların vauçerlərlə bağlı haqları doğrudan olaraq qaytarıla bilər? Mövzunun müzakirəsi Milli Məclisin deputatı Aydın Hüseynovla davam etdiririk. Aydın müəllim, buyurun, eşidirik sizi. Uzun illərdən sonra yenidən bu reallaşa bilərmi? Yeni mexanizm varmı sizcə? Məlumdur ki, Ulu öndərimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün bir çox önəmli layihələr və proqramlar qəbul olundu. Bu proqramlar içərisində önəmli istiqamətlərdən biri də özəlləşmə prosesinin həyata keçirilməsi idi. Və o da məlumdur ki, vətəndaşlar əldə etdikləri vauçerlər vasitəsilə bu özəlləşmədə iştirak etdilər. Özəlləşmənin həyata keçirilməsi özəl sektora sahibkarlığa çox müsbət töhfəsini vermiş oldu. Və indi 1 milyona yaxın təqribən hesablamalara görə vauçerlər öz aktivliyini itiribdir. Bu həm də qanunu baxımından artıq hüquqi baxımından da bunlar aktiv deyil. Bu məsələlərin gündəmə gəlməsi və aktiv olması üçün yeni hüquqi bazanın yaradılması deməli vacibliyi ortaya çıxır. Uzun illərdir ki, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət əmlakının özəlləşdirilməsi prosesində vətəndaşlara verilmiş pay çeklərinin, yəni özəlləşdirmə çeklərinin hüquqi dəyəri və istifadəsi məsələsi açıq qalır. O qeyd edib ki, bu məsələ artıq 10 minlərlə ailənin mülkiyyət hüququ və sosial təminatı ilə bağlı ciddi bir problemə çevrilib. Deyir, bizim özəlləşdirmə paylarımız, yəni miras əmlak paylarımız qanunla təsbit olunmuş hüququmuzdur. Onları satmamışıq, itirməmişik. Sadəcə dövlət bu hüquqların reallaşması üçün şərait yaratmayıb. Qanun açıq şəkildə deyir ki, bu paylar dövlət əmlakının özəlləşdirilməsində ödəmə və tədavül vasitəsi kimi işlədilməlidir. Deyir, təəssüf ki, bəzi məmurların səhlənkarlığı və ya məqsədli addımları nəticəsində bu hüquq illərlə bloklanıb. Müraciətdə qeyd olunur ki, 1995-ci ildə qəbul olunmuş dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun və Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə imzaladığı 450 sayılı fərman bu sahədə hüquqi bazanı müəyyən edib. Həmin sənədlərə əsasən özəlləşdirmə prosesində dövlət əmlakının ən azı 65% vətəndaşların pay çekləri vasitəsilə bölüşdürülməli idi. Tahir Axundov bildirir ki, bu prinsiplər 2004-cü ildən etibarən bir sıra fərman və qaydalarla, qərarlarla pozulub, nəticədə isə vətəndaşların qanunla verilmiş hüquqlarının həyata keçirilməsi qeyri-mümkün olub. Qrupun üzvlərinin sözlərinə görə həmin dövrdə prezident administrasiyasına rəhbərlik edən Ramiz Mehdi və onun ətrafında toplanan bəzi məmurlar Heydər Əliyevin imzaladığı hüquqi sənədləri səhv formada şərh edərək və ya məqsədli şəkildə fərqli istiqamətə yönəldirək özəlləşdirmə prosesini də ləngidiblər. Deyir, biz bunu açıq şəkildə dövlət səviyyəsində hüquqi səhv hesab edirik. Əgər bu səhv olmasaydı, bugün 42 min ailə öz haqqını tələb etmək məcburiyyətində qalmazdı. Qrupun təmsilçiləri qeyd edirlər ki, Heydər Əliyevin imzaladığı sənədlərdə açıq şəkildə göstərilir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir. Onlardan imtina və ya dayandırılma qanunla belə konstitusiyaya ziddir. Dövlət bu hüquqları qorumağa borcludur. Müraciətdə vurğulanır ki, bu məsələnin illərlə həll olunmaması dövlətin iqtisadi imicinə və sosial ədalət prinsiplərinə mənfi təsir göstərir. Eyni zamanda korrupsiya üçün də zəmin yaradır. Əgər 42 min ailə bugün hüququnu tələb edirsə, deməli məsələ sırf şəxsi maraq yox, ictimai əhəmiyyətli problemdir. Biz istəyirik ki, Milli Məclis bu məsələni gündəliyinə daxil etsin, müvafiq komissiya yaradılsın, hüquqi və iqtisadi əsaslar isə yenidən qiymətləndirilsin deyib və xahişi də bundan ibarətdir ki, sözü gedən qrupun həm deputatlara, həm də kütlə informasiya vasitələrinin nümayəndələrinə müraciət edirlər və deyirlər ki, bu məsələ ictimai müzakirəyə çıxarılsın, vətəndaşların miras əmlak paylarının dəyərinin təmin olunması üçün tədbirlər görülsün. Bu məsələ nə qədər deyir yubadılırsa, bir o qədər insan haqqına çatmadan dünyadan köçür. Xalqın 65%lik payı
payı qanunla xalqa məxsusdur deyir. Onu canlandırmaq, hüquqi əsasını bərpa etmək həm dövlət, həm də cəmiyyət qarşısında vicdan borcu. 5000-ə yaxın insan gəlib öz hüququnu tələb etmək üçün imzaladılar. Onlardan 1000-ə yaxın şəxs iddia ərizəsini imzaladılar, digərləri isə üçüncü şəxs olaraq işə daxil olmaq istədiklərini bildirdilər. Və məhkəmə işi bilirsiniz ki, Bakı İnzibati Məhkəməsində başladı və Bakı İnzibati Məhkəməsində verdiyimiz iddia ərizəsi mümkün hesab edilmədi. Yəni, bu işi qərardadla rədd elədi ki, məhkəmə bu işin araşdırılmasına, yəni mahiyyət üzrə araşdırılmasına ehtiyac yoxdur. Daha sonra apellyasiya şikayəti verildi. Apellyasiya məhkəməsi də Bakı İnzibati Məhkəməsinin bu qərarını qüvvəsində saxladı. Apellyasiya məhkəməsinin qərardadından da, bunu xüsusilə vurğulamaq istəyirəm, qərardadla qərarı bir-birinə qarışdırmayaq. Qərardadından da verdiyimiz kassasiya şikayətinə Ali Məhkəmədə hardasa 7-8 ay baxıldı və ən sonda Ali Məhkəmədə öz qərardadını qəbul edərək bildirdi ki, mən apellyasiya məhkəməsinin qərardadını qüvvəsində saxlayıram. Yəni, bu işi mümkün hesab etmirəm qənaətinə gətirdi. Dolayısıyla bu qərardad olaraq bu işə son nöqtəni Ali Məhkəmə qoyması o deməkdir ki, bu iş mahiyyəti üzrə gələcəkdə araşdırıla bilər. Amma təbii ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə, Ali Məhkəmənin plenumuna müraciətlərimiz və şikayətlərimiz olacaq. Dəyərli dostlar, sizdən əsas xahişimiz odur ki, bu işlə bağlı haqqınızı tələb etməyə davam edin və təbii ki, sivil qaydada, qanun çərçivəsində tələb edin və öz deputatlarınıza, Milli Məclisə yazılı müraciətlər göndərin, deputatlarınızla gedib şifahi qaydada görüşün və onlara da bu barədə məlumatlar verin və bilirsiniz ki, artıq son gəlişmələrlə birlikdə 30-a yaxın deputat bu haqq tələbimizi dəstəkləyir və bu səsin, bu haqlı tələbin Cənab Prezidentə çatması ilə bağlı bütün hərəkətlər edəcəyini bildirirlər. Bu deputatların sayı daha çox olarsa, təbii ki, Milli Məclisdə bir qanun təklifi ola bilər və bunun yanında bilirsiniz ki, özəlləşdirmə ilə bağlı yeni bir qanun layihəsi var ki, həmin qanun layihəsində bu barədə bir bənd əlavə oluna bilər və dolayısıyla haqqımız öz yerini tapa bilər. Ona görə də təbii ki, burada dayanmağa ehtiyac yoxdur. Sivil qaydada öz tələblərinizi deputatlarınıza bildirin, çatdırın, öz xahişlərinizi onlara çatdırın və bildirin ki, yəni bu haqq var, özəlləşdirmə çekləri ilə bağlı, özəlləşdirmə payları ilə bağlı mülkiyyət haqqımız var və bu haqqın təmin olunması ilə bağlı bütün köməkliyin göstərilməsini deputatlarımızdan xahiş edirik. Yəni bunu çatdırmağınız çox faydalı olacaqdır. Eyni zamanda təbii ki, bu məlumatların bir-biri ilə paylaşmağınız, bir-birinizə məlumat verməyiniz də internet şəbəkələrində, internet resurslarında paylaşmağınız da faydalı olacaqdır. Bilirsiniz ki, bu deputatların müraciətlə bağlı bir yazılı müraciət forması da var. Bu müraciət forması bizim bu videonun sonunda o link hissəsində əlavə olunacaq. Oradan götürə bilərsiniz. Eyni zamanda linkdə göstərilən telefon nömrəsinə WhatsApp vasitəsilə müraciət edərək də oradan da deputatların müraciətlə bağlı yazılı ərizəni əldə edə bilərsiniz. Yəni dayanmağa, ruhdan düşməyə ehtiyac yoxdur. Haqq hər zaman tələb olunmalıdır. Haqlı işinizi hər zaman tələb edin. Təşəkkür edirəm, sağ olun.